Cümlə aləm özü Allahdır şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Əskərin gücü qılıncda yox, əqidədə olmalıdır şahım. Onların etiqadları Qur'anadır. Qur'ansa deyir, insan zəif və aciz xəlq olub. Taleyi alnına yazılıb. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düşər olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan yaranıb. İnsan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Həqiqət. Belə insan yenilməzdir. İnsana etiqad et şahım. Xilasımız bundadır. Dünyanı cəhalətdən qurtarmaq üçün. Dünya üzərində hökmür Allah.